Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəllov qonaq olduğu verilişdə səsləndirdiyi fikirlərlə gündəm yaradıb. Milli Az xəbər verir ki, verilişdə iştirak edən hüquqşünas onların ailə həyatının dağılmasında Anarı günahlandırıb. Anar Cəllov isə ittihamlara cavab verərək ailəsinin dağılma səbəbinin düşündüyü kimi olmadığını bildirib və özünü müdafiə edib. Bir-birimizi başa düşmədik. Əvvəl ailəm sənətçi ilə evlənməyimi qəbul etmirdi. Sonra qəbul etmişdilər. Sadəcə münasibətdə anlaşılmazlıq yarandı və ayrılmağa qərar verdik. Anar Cəllovun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun səmimiyyəti və Röya ilə münasibətinə dair açıqlamalarına müxtəlif reaksiyalar göstəriblər.